Astro Burç TV'ye hoş gelmişsiniz. Ulduzlar bugün sizin için de hazırlayıp. Videonu beğenmeyi ve kanala abone olmayı unutmayın. Çünkü talih indi danışır. Qız səhər mistik və bulanıq hiss oluna bilər. Düşüncələrin havada uçuşduğunu düşünə bilərsən. Amma gün tədricən daha balanslı və sakit olur. Ayın dəyişməsi ilə sülh, mehriban insanlar və yumuşaq mühit axtarırsan. Bu da səni daha sabit hiss etdirir. Emosional gücün artır. Şəxsi hisslərinlə sakit və möhkəm başa çıxırsan. Gün ortada alovlu və aktiv enerji gəlir. Bu da sənə önə doğru irəliləmək üçün ilham verir. Daha canlı hiss edirsən. Amma planlar yolunda getməsə, səbirsizliyin və narahatlığın ortaya çıxa bilər. Axşam daha güclü hisslər, zövq və cəsarətli reaksiyalar gətirir. Ona görə də özünü yerində saxlamaq faydalıdır. Sevgi və münasibətlər. Sevgi qarışıqlıqla başlayır. Birini və ya öz qəlbini tam anlamaq çətinləşir, amma aydınlıq tədricən yaxşılaşır. Balans yerə oturduqda ədalət, yumşaq sözlər və dərin əlaqə axtarışın başlayır. Bu da sülh hissi gətirir. Əgər təkdirsənsə, maraqlı birinə cəlb olunma hissi ortaya çıxa bilər. Amma diqqətli ol, çünki o çox ideal görünə bilər. Əgər münasibətdə olsan, dürüstlük artır və siz daha açıq danışmağa başlayırsınız. Bu da bağınızı gücləndirir. Gün ortada ehtiraz artır, həyəcan gətirir. Amma bu, qızğın reaksiyalar da yarada bilər. Ona görə də yumşaqlıq faydalıdır. Axşam daha böyük emosiyalar, romantika və dramatik hisslər gətirir. Bu da güclü hiss olunur, amma mütləq tarazlıq tələb edir. Karyera və iş. Gün dolaşan diqqətlə başlayır, amma düşüncələrin tədricən sabitləşir və iş daha asan olur. Başqaları ilə əməkdaşlıq yaxşılaşır, çünki ədalət önəmli olur və bu irəliləyişi dəstəkləyir. Daxili emosional güc əvvəllər ağır görünən tapşırıqları yerinə yetirməyə kömək edir. Gün ortada güclü motivasiya gəlir. Buna görə də planlarına irəliləyə bilərsən və ya vacib məsələləri cəsarətlə həll edə bilərsən. Amma nəticələr dərhal gəlməsə, səbirsizliyə diqqət yetir. Axşam enerji sərf etməyə və ya zövq almağa həvəs yarada bilər. Buna görə də tarazlıq səni təhlükəsiz saxlayır. Şans və bəxt. Şansın əvvəlcə sakit görünür, amma aydınlıq geri döndükcə artır. Dürüst anlayışlar və daxili güc yeni imkanlar açır. Gün ortada aktiv şans gəlir, xüsusən də təşəbbüs göstərsən və özünə inamla irəlləsən. Amma çox güclü itələmək irəliləyişi pozar, buna görə də yumşaq inam daha yaxşı işləyir. Axşam istilik, zövq və ya sosial vəziyyətlər vasitəsilə şanslı anlar gətirir, amma çoxlu həddindən artıq şeylər bərəkəti bulanıq edə bilər. Əgər tarazlığı qoruyarsan, gün həyatın sənin xeyrinə yumşaq şəkildə dəyişdiyini hiss edərək başa çatır.